güzel görmeyip dünya hele, ışık gibi nur saçırsan bizim eve. Sen elə benzeysen teze açılmış güle, menevşeye nergize her sarı güle. Seni kimi bir güzel görmeyip dünya hele, ışık gibi nur saçırsan bizim eve. Sen elə benzeysen teze açılmış güle, menevşeye nergize her sarı güle. Olabilmez, 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 senin daim beraberin olabilmez. Olabilmez, 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 senin daim beraberin olabilmez. Bir alemsen sarı gelin, her çiçeksen sarı gelin. Bir alemsen sarı gelin, her çiçeksen sarı gelin. Gözlerinin mavisi, bülbülün özel sesi, eşkimin efsanesi, sen sen sen. Məhəbbətin nəğməsi, gönlümün bir tanesi, çiçeklerin sarısı, sen sen sen. Gözlerinin mavisi, bülbülün özel sesi, eşkimin efsanesi, sen sen sen. Məhəbbətin nəğməsi, gönlümün bir tanesi, çiçeklerin sarısı, sen sen sen. Olabilmez, 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 seni daim beraberin olabilmez. Olabilmez, 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 seni daim beraberin olabilmez. Bir alemsen sarı gelin, her çiçeksen sarı gelin. Bir alemsen sarı gelin, her çiçeksen sarı gelin. Seni kimi bir güzel görmeyip dünya hele, ışık gibi nur saçırsa bizim eve. Sen elə benzeysen teze açılmış güle, menevşeye nergize her sarı güle. Seni kimi bir güzel görmeyip dünya hele, ışık gibi nur saçırsa bizim eve. Sen elə benzeysen teze açılmış güle, menevşeye nergize her sarı güle. Olabilmez, 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 seni daim beraberin olabilmez. Ona bu sevgimi bildiren zaman dedi nişanlıyım gel bana inan. Ona bu sevgimi bildiren zaman dedi nişanlıyım gel bana inan. Keşke görmeseydim ben seni inan. Dedi nişanlıyım gel bana inan. Keşke görmeseydim ben seni inan. Dedi nişanlıyım gel bana inan. Ay kara kız, kara kız, kara kız, İpek telli tara kız, tara kız. Ay kara kız, kara kız, kara kız, İpek telli tara kız, tara kız. Anam babam diyor ki yok lan büyü biraz sonra alaram. Anam babam diyor ki yok lan büyü biraz sonra alaram. Ay kara kız, kara kız, kara kız, İpek telli tara kız, tara kız. Ay kara kız, kara kız, kara kız, İpek telli tara kız, tara kız. Hey hey. Herkesi yeni günle yeni bir videodan salamlayırım hanımlar. Günümüze ve evimize hoş geldiniz.
Bugün bacınız səhər tezdəndən saat 7-də durubdu, çıxdı, biraz təmizlik işi gördü, çölü, bayırı, nə bilim, gözünə xoş görünməyən nələr var isə da yığıb yığışdırdım. Bugün bizdə zibil aparma günüdür qızlar. Elə bil ki, həftədə bir dəfə gəlir zibil maşını, bütün məhəllələrdə yığılan zibilləri aparıb gedir. Biz də bir həftə ərzində yığırıq, bir yerə toplayırıq ya kloklara, ya kimin balaca konteynerləri var ona. Çıxardırıq. Bugün səhər tezdəndən hər kəs zibilini çıxardır, təmizləyir, paretkə salır. Yəni bugün təmizlik günü idi, çöl bayırının təmizlik günü idi. Bir dənə yekə balıqdan girib yenə içəri. Nəysə. Yığdım, yığışdırdım, çölü təmizlədim. O gün ağac daramışdım. O ağacı inanırsınızmı, ürəyim ağrıya daramışam, amma gözünün ağına tam bit idi. O qədər də artmışdı, yəni o bitlər. Mən o kloka yığana da qollarımla çıxırdı yuxarı. Yəni güllərdə olan o şirək bitləri kimi olurdu, elə uçan şey deyil, elə dırmaşır. Onu yığdım, dedim qalmasın orada. Biraz süpürdüm, yığdım, yığışdırdım onu içəri, navisin altını yığdım. İndi gəldim. İndi gəlməmişim, yoldaşım qalıqdı, bacım qalıqdı. Mən içəri girəndə onların çay çörəyini verdim, yedilər, niş etdilər, getdilər işlərini. Ondan sonra uşaqlar qalıqdı, mən onlarla yeməmişdim. Uşaqlarla belə də çayımızı içdik. Ondan sonra da ki, girdim duşa. İndi də çıxmışam, dedim videomu açam, həm də ki, işləməyə gedəndə, yəni səhər tezdəndən belə toyuq budları çıxartmışdım xaladenikdən. Günorta istəyirəm, bunu bişirəm. İndi doğrayıb marinovkaya qoyacağım. Ondan sonra kartuşkanı soyarım. Bunu kartuşka ilə qızartmaq istəyirəm. Yəni nətəri? Birinci bunu marinovkaya qoyacağım. Kartuşkanı soyub iri-iri qızardacağım kartuşkanı. Elə bol yağda. Ondan sonra əti qızardacağım. Ondan sonra da ki əti kartuşkanın üstünə ya kartuşkanı ətin üstünə qoyub ağzını örtəcəm. Üstünə də bol-bol göyərti. İndi gətirim bacınız yemək işinə baxsın. Ondan sonra üzünə maska edəcək, maya maskası. Baxın, üzüm biraz təmizlənibdir. Görürsünüz, effekti, qəşəng effekti var. Ondan sonra maska edəcək bacınız. O gün demişdim, mən düzəldəndə göstərəcəm, amma yadımdan çıxdı. Düzəldəndə göstərə bilmədim. İndi mütləq göstərəcəm. Bıçağımızı alaq. Taxtam sınıbdır. Bir dənə beləsi alasıyam. Daska. Taxta birimi mən daxtım. Əslində, hara getsəm oradan ala bilərəm. Elə bahalı olan şey də deyil. Gerək ki, alam. Çox niyə kəsir? İndə tez aldı. Nə olur ki? Oy, əti uçdu. Siz də oldunuz mu elə? Mən məsələn, belə olanda təmiz özümü itirirəm. Nə itləndi. İndi gəl sən barmaqlarını bundan qoru. Siz nə edirsiniz mənim əzizlərim, mənim dəyərli bacılarım? İnşallah yaxşısınız. Biz də çox şükür yaxşıyıq. Bayaq çayı içəndə bir bacı gördüm yazdı fikrinə. Nərgiz, sizin uşaqlar nə qəşəng rus dili danışır. Nətər öyrətdiniz, sən bilmirsən. Mən elə də bərt bilmirəm rus dilinə. Saçım da gözümə girir. Mən elə bərt bilmirəm rus dili. Biz buraya köçüb gələn vaxtı mən heç nə bilmirdim də, vəbşi dil bilmirdim. Mən rusdan çox Kazaq dilini bilirəm. Onu da ki, televizora baxa-baxa öyrənmişim Kazaq dilində. Türk seriallarına, bir də ki, Hind seriallarına baxırdım. Ondan sonra Ali oldu. Ali olandan sonra biz kirədə qalan vaxtı Kazağın kirəsində qalırdıq. Onun da Ali boyda nəvəsi var idi. Daha bunlar elə bir ki, birlikdə böyük yaşlı oldular. Kazaq dili öyrəndi Ali. 5 yaşında, 4 yaşına tam Kazaq dili danışırdı. Elə bir dili Kazaq dilinə açılırdı. Amma biz özümüz Azərbaycan dilində danışırdıq. Evdə. Ondan sonra da ki, köçdük şəhərə gəldik. Ondan sonra rus dilində danışmağa başladı. Bir də ki, multiklərini rus dilində verirdim. Planşetə açırdım, televizora açırdım, rus dilində baxırdı. Elə də çox təmiz öyrəndi. Ali çox təmiz bilir rus dilini. Alixan
böyüyüb dili açılan vaxtı təmiz rus dilinə açıldı dili. Heç bizim dili danışa bilmədi. Amma biz normal olaraq Azərbaycan dili danışırıq evdə. Nə yoldaşım rus dili danışmır uşaqlarla, elə Azərbaycan dili danışır. Yəni nəyə görə elə danışırıq bilirsinizmi? Mən burada bir çox ailələr görmüşəm qızlar. Məsələn, bizim Azərbaycanlılar da Gürcüstan Azərbaycanlılarından danışıram. Uşaqları burada dünyaya gəlibdir, böyüyüblər. Bax, balaca uşaqlar da var, böyük, cavan oğlan, qız da var. Görürüm, rus dilində danışırlar. Heç bizim dildən xəbəri yoxdur. Mən onlara baxanda deyirəm ki, nə qədər olsa da insan gərək öz ana dilini yadırğamamalıdır. Uşaqlarını da öyrətməlidir. Mən şəxsən elə fikirləşirəm. Ona görə də ki, biz ailecə evdə hər zaman Azərbaycan dilində danışırıq. İndi təmiz qrammatiki biz danışa bilməsək də özümüzə aid olan ləhcəmiz var bizim. Öz ləhcəmizlə danışırıq, uşaqlar da öyrənir. Amma Alixan heç nə bilmirdi. Bizim öz danışığımızı da Azərbaycan dilinə kəndə getdik. Kəndə gedəndən sonra Ali ilə oynayanda qaynım uşaqları var idi, qardaşım uşaqları var idi. Onlarla oynayanda rus dilində deyirdi, onlar Azərbaycan dilində danışanda yazıq Ali, elə yazım gəlirdi uşaq, Allah and olsun. Yazıq Ali pervoçik olmuşdu. Onun sözünü buna deyirdi, bu belə deyir. Bunun sözünü ona deyirdi. Ali çox zehinli uşaqdır. Allah bütün balaları qorusun. İçində də mənimkiləri. Həqiqətən də çox zehinli uşaqdır. Ona görə bütün dilləri axılında saxlaya bilir. O uşağa pervot elə uşaq Azərbaycan dili açıldı. Yəni öyrəndi. 2 ayın içində öyrəndi. İndi ondan sonra da şükür danışır. Amma əvvəllər qanırdı, danışa bilmirdi. Belə bacım, yazıbdır ki, nətər öyrətdiniz? Heç nə, elə planşetdə, telefon dəlinə verdim. Rus dilində olan multfilmlərə baxdı. İstəməsə də verdim, baxdı, dil tez açıldı. Bir də gərək uşağın özünün marağı dola. Marağı dola. Mən şəxsən rus dilini elə çox bilmirəm, amma Azərbaycan dilimi, Kazaq dilini rusdan çox bilirəm. Kazaq dilini də televizordan öyrənmişəm. Rus dilini də mən mağazinlər işlədə dilim açıldı. Bir Kazaqla sizə bir maraqlı söhbət danışacağım. Bir Kazaqla biz mağazində işləyən vaxtda döyüşmüşdüm. Qəşəng-qəşəng söz deyirdi mənə. Mən də ona dedim. Rus dilində deyir özdə. Gəlibsinizdir, yığılışıbsınızdır Qazaxstana deyir. Heç deyir, Kazaq dilində danışmırsınızdır. Amma Kazaq da özü də mənlə rus dilində danışır. Mən də ona bildiyim kimi Kazaq dilində danışıram. Kazaq dilində danışmırsınız. Siz deyir, onlara deyir, uvajayt eləmirsiniz. Rus dilində deyilə deyəndə. Belə baxdım, dedim. Mən bir çox Kazaqlar görmüşəm, dedim. İçi sən qarışıqlı, sənin kimi. Kazaq ola rus dilində danışır. Amma mən Azərbaycanlı ola gəlib sizlə Kazaq dilində danışıram. Oldu nə? Bunun rəngi qıpqırmızı. Elə utandı. Onun böründə də sən demə bir hökumət hökumət işində işləyən işçi var idi. Yəni ki, milisiya idi mi, nə idi? O da qrajdan formada idi. O da ayrı şey alırdı, prosto baxırdı. O da Kazaq idi. Gəldi mənə dedi ki, nə halal olsun sənə dedi. Sən nə gözəl dedi. Bizim insanlar dedi, ruslarla deyir, ayaq açmaq istəyir deyir. Yəni burada əksəriyyət Kazaq rus dilində danışır. Onu da böyük, yaşlı Kazaqlar götürmür ki, öz dilinizdə danışın deyir. Neysə qızlar, mən bunu doğruyum. Ondan sonra yeməyimizi hazırlayarıq.
Əgər videomu buraya tam izlədinizsə xanımlar, mən bayaq kartoşka yuyub doğrayan vaxtı mütləq mənim qollarımın damarları sizin gözünüzə sataşmış olacaq. Mənim əlim aşağı olanda, iş qayranda bütün damarlarım üzə vurur. Elə belə damarlarım mənim dərinin altında yerləşibdir. Elə bir ki, çox üzdədir. Amma əlim belə yuxarı qalxanda görürsünüz, damarlar yoxdur indi, gedibdir. Belə aşağı olanda yavaş-yavaş çıxır. Bu çox iş görməkdən deyil məncə. Bu mənim damarlarım, baxın burada görünür. Bilməm, hiss olunurmu? Bu hissədə görünür, çox üzdədir. Qız vaxtından beləyəm mən. Ona görə də iş görəndə damarlarım bomba kimi çıxır ortaya. Amma bu damarlar məni narahat eləmir. Ayaqlarımda varmı? Yoxdur. Heç bir dənə damarlarım yoxdur ayaqlarımda. Heç çıxmırdı da, şükür Allaha. Sadəcə qollarımda. Baxın, əlimi aşağı etdim, damarlarım çıxmağa başladı. Belə olanda üzə görünür, baxın, belə olanda. Amma belə o qalxanda gedir. Çox üzdədir. Ona görə elə görünür. Yenə də çıxdı. Bax, kişi əlinə oxşur əlim. Burada yarısını qızartdım. Biraz burada qalıbdı, biraz da pişir. Hamısını bir dəfəlik qızartmıram. Çünki əzilməsin deyirəm. Krışqasını da örtməyimin səbəbi də odur ki, nə tam pişsin. İri-iri doğramışam deyə nə yumşalsın. Burada biri qalıbdı, bunu gətirim. Doğrayım. İkiyə bölərəm. Doğrayım, ondan sonra əti qızardacağım. Qız, görürsünüz, mən bacınızı çəkmək yadımdan çıxmışdı. Hazırladım. Hazırlayandan sonra yadıma düşdü ki, mən çəkəsiydim. Buraya tökdüm 1 çay qaşığı maya, bir belə dolu yemək qaşığı su, bir də ki, bu qədər limonun suyu. Baxın, hələ tam sıxmamışam. Yenə də sıxsam olar. 1 çay qaşığı dəhdə tökdüm, qarışdırdım. Əgər biraz qatı olsa, su da artırmaq olar. 1 çay qaşığı yenə su artırmaq olar. Çünki baxın, türklər demişkən kıvamı belə olmalıdır. Gətirim indi mən üzümə gözümə çəkim. Gözümə yox da üzümə. Çəkim 20-25 dəqiqə saxlayasıyıq. Ondan sonra da yuyacağıq. Mən maskamı çəkdim. Dedim qoy dəqiq olsun. Baxın, üzümdə gözümdə görünür. Artıq limonun suyu üzümü az-az yandırmağa başlayır quruduqca. O da pirşiklərin köklərini, səpkələrin köklərini yandırır. Belə mənim əzizlərim. İndi sizlərlə sağollaşdım. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. İnşallah sabah görüşərik. Özünüzə müğayyət olun. Çox danışmayayım, artıq danışa bilmirəm. Robota dönürəm.